aidiyyəti qurumlara mən öz təşəkkürümü bildirmək istəyirəm ki, bu qədər aktual mövzu üzrə biz söhbət aparacağıq və doğrudan da tikinti sənayesi inkişaf edir. Bir çox sektorlarla əlaqəli sektordur. Ona görə də əlbəttə ki, belə bir böyük sektorda hər bir şeyin qaydasında olması hər birimiz, hər maraqlı tərəflər üçün vacibdir. Hesab edirəm ki, bu mənzil sektorundakı hər bir yeniliklər, təşəbbüslər ümumilikdə şəhər həyatının keyfiyyətinə əlbəttə ki, öz təsirini göstərir. Və sir deyil ki, bugün biz Bakı şəhərində mənzil qiymətləri dünyanın ən bahalı şəhərləri ilə müqayisə oluna biləcək səviyyədədir. Bu artım Bakının investisiya baxımından cəlb ediciyini və urbanizasiya proseslərinin intensivliyini göstərir. Lakin əlbəttə bu müsbət dinamika fonunda mənzil bazarında əlçatanlıq problemi əlbəttə ki, bu günə qədər qalmaqdadır. Və qiymətlərin yüksəkliyi xüsusilə orta və aşağı gəlirli qruplar üçün mənzil sahibi olma imkanlarına da öz təsirini göstərir. Təbii ki, qiymətlərin yüksək formalaşmasının öz iqtisadi səbəbləri də vardır. Lakin müasir dönəmdə mənzil fondunun inkişafında yeni gözləntilər, qiymət faktorunda əlavə daha bir neçə istiqamət də formalaşmışdır. Bunlardan birincisi enerji səmərliliyi və ekoloji dayanıqlıqdır. Müasir şəhərsalma trendləri yalnız kvadrat metrlə ölçülən daşınmaz əmlak deyil, həm də texnoloji cəhətdən təchiz olunmuş, ekoloji baxımdan davamlı və yaşamaq üçün də rahat məkanlar tələb edir. Mənzil fondunun formalaşmasında ekoloji faktorlarda son dönəmlərdə çox əhəmiyyətli bir yer tutur və inşa ediləcək mənzillərin ekoloji cəhətdən təmiz materiallarla tikilməsi, ətraf mühitə az zərər verməsi və enerji səmərliliyinin təmin olunması əsas prinsiplərdən biri kimi göstərilir. Digər tərəfdən də mənzil fondunun genişlənməsi təbiətə ziyan vurmamalı, ağaclara və şəhərin yaşıllıq sahələrinə zərər vermədən həyata keçirilməlidir. Bu baxımdan da mənzil fondu mərkəzləşdirilmiş ərazilərdə həddindən artıq sıxlıq hesabına deyil, şəhərin coğrafi ölçülərinin planlı və belə deyək, mərhələli böyüməsi ilə genişlənməlidir. İstilik tutumlu və davamlı tikinti materiallardan istifadə, enerji itkisini azaltmaqla bərabər uzun müddətli istismar dövründə sakinlərin komfortunu artırır. Eyni zamanda da zəlzələyə davamlı tikinti normativlərinin tətbiqi də əlbəttə ki, mənzil sektorunda dayanıqlığın əsas göstəricisi olmalıdır. Bir cümlə ilə qeyd etmək istərdim ki, müasir dövrdə enerjiyə belə deyək, qənaət edən, təhlükəsizlik və idarəetməni avtomatlaşdıran smart mənzillər getdikcə daha çox tələb olunur və gələcəyin yaşayış standartlarına çevrilir. İkinci mühüm istiqamət isə kiçik və orta sahibkarlığın mənzil sektoruna inteqrasiyasıdır. Biz agentlik olaraq hesab edirik ki, bu sahədə özəl təşəbbüslərin genişlənməsi təkcə yaşayış sahələrinin sayının artmasına yox, eyni zamanda da tikinti materialları sənayesindən tutmuş, xidmət sektoruna qədər olan bütün zəncirin inkişafına təkan verir. Xüsusilə kiçik və orta biznesin inovativ və sürətli tikinti texnologiyalarının çıxışı da əlbəttə ki, bu prosesi bir qədər sürətləndirə bilər. KOB-ların mənzil fondunun genişlənməsində rolu həm bu sahənin şaxələnməsi, həm də infrastrukturun lokallaşdırılması baxımından da əhəmiyyətlidir. Yerli istehsalçılar və xidmət təchizatçıları tikinti prosesində iştirak etməkdə iqtisadi dövriyyənin artılmasına da öz töhfəsini verirlər.
Eyni zamanda da mənzil fondunun genişlənməsi KOB-ların inkişafına da müsbət təsirini göstərəcəkdir. Yeni yaşayış sahələri də daha çox infrastruktur layihələrinin reallaşmasına, xidmət sektorunun belə deyək, inkişafına öz təsirini göstərəcək və ümumiyyətlə mənzil fondunun inkişafı konkret olaraq iqtisadiyyatımızın bir çox sahələrinə ciddi təsir göstərir. Bu proses ilk növbədə tikinti və təmir sahəsində fəaliyyətin artmasına gətirib çıxarır. Ardınca isə xidmət sahələrində, o cümlədən daşınmaz əmlak xidmətləri, mənzil idarəçiliyi, texniki xidmət, mühafizə, təmizlik və logistikada da görürük ki, dinamika müşahidə olunur. Digər tərəfdən də mənzil sahibləri üçün mebel, tekstil, məişət texnikası, bəzək və interyer xidmətləri də artır və ona tələbat artır. Sənətkarlıq və lokal ustalıq peşələrinin görürük ki, yenidən dirçəlməsi və bu prosesin sosial-iqtisadi faydalarını da görürük. Üçüncü bir istiqamət isə mənzil fondunun inkişafında rəqəmsallaşma və məlumat sistemlərinin artıq görürük ki, vacib bir komponentinə çevrilmişdir və rəqəmsal kadastr sistemləri, smart monitoring texnologiyaları sahənin şəffaflığını və səmərəliliyini də artırır. Sonda bu fikirləri ümumiləşdirərək demək istərdim ki, Bakı şəhərində mənzil fondunun inkişafı yalnız belə deyək, fiziki tikinti prosesi deyil. Burada iqtisadiyyat, sosial siyasət, texnoloji və ekoloji prinsiplərin birgə tətbiqini tələb edən çox şaxəli və kompleks fəaliyyətlər vardır. Buna görə də perspektivdə duran yeni gözləntiləri qarşılamaq üçün aşağıdakı çağırışların nəzərə alınması hesab edirəm ki, çox zəruridir. İlk növbədə ekoloji təmiz və enerji sərfi baxımından səmərəli materiallardan istifadə olunması, şəhərin planlı şəkildə genişləndirilməsi və yaşıllıqların qorunması, zəlzələyə davamlı tikinti normalarının tətbiqi, smart texnologiyalara əsaslanan ağıllı mənzillərin təşviqi, KOB-ların mənzil sektoruna inteqrasiyası və bu prosesdən faydalar. Mənzil fondunun inkişafının iqtisadiyyatın digər sahələrinə təsirinin sistemli şəkildə izlənilməsi və sonda rəqəmsallaşmanın və ictimai özəl tərəfdaşlığın gücləndirilməsi. Hörmətli həmkarlar, sahibkarlar, əminəm ki, bugünkü konferans çərçivəsində burada səsləndirilən fikirlər əlbəttə ki, bu sahənin inkişafına öz təsirini göstərəcəkdir və əsas maraqlı tərəf olan sahibkarları mən aktiv olmağa çağırıram ki, burada hər bir aidiyyəti qurumların nümayəndələri vardır və biz gündəlik olaraq sizlə təmasdayıq və tikinti sahəsində çalışan sahibkarlar biz çalışırıq ki, elə ünsiyyət quraq ki, bu həm assosiasiya xeyri dəysin, həm bu sahədə çalışan sahibkarlar, həm aidiyyəti dövlət orqanları, yəni kompleks bu məsələlərə baxılmalıdır ki, bu sektor inkişaf edir. Bu günləri bu sektorda daha çox həm muzlu işçilər çalışır, həm daha çox sahibkar təmsil olunur, həm sektorda bir camlanma var, xüsusilə işğaldan azad olmuş ərazilərdə. Ona görə daha çevik davranmaq üçün biz problemləri aradan qaldırmalıyıq ki, aidiyyəti orqanlar daha çevik çalışmalıdır ki, bu sahədə çalışan sahibkarlar düzgün işləsin və sonda onlar əlbəttə ki, onların bu biznesidir, onların sahibkarlıq fəaliyyətidir, onlar öz, yəni belə deyək, şəhərimizə, ölkəmizə yatırım eləyirlər və mən hər birinizi aktiv olmağa çalışıram ki, əminəm ki, bugünkü konferans hər birimiz üçün xeyirli olacaqdır.